Hüseyn bir şəxs deyil, Hüseyn bir məktəbdir. Aşura ərəb tarixi deyil, Aşura bəşəriyyətin tarixidir. Kərbəla bir məkan deyil, məkanın zamanın fövqündədir. Hüseyn əleyhissalam ilahi və insani dəyərlər uğrunda şəhid oldu. Hüseyn əleyhissalam bir zamanın şəhidi deyil, bütün zamanların şəhididir. Əgər bir insan sənə bir yaxşılıq eləsə, onun cavabını verərsən. Bizim qaydamız budur. Allah bizi belə yapdı. Mənə bir qardaş bir dənə salam versə, mən o yaxşılığını qaytarıram. Əgər bir qardaş sənə canın xətərdə olsa, canını qurtarsa ölümdən, ona bir ömür borclusan, hər nəfəs aldıqca borclusan. Biz Hüseyn əleyhissalama hər nəfəs aldıqca borcluyuq. Çünki qoymadı o insani, ilahi dəyərlər. Musanın, İsa'nın, Nuhun, İbrahimin, Adəmdən Xatimə qədər bütün peyğəmbərlərin zəhmətinin hədərə getməyinin qarşısını aldı. Bu Hüseyndir. İnnəl Hüseynə misbahul huda və səfinətun nica. Həqiqətən bu şəxsiyyət hidayət çırağıdır. Həqiqətən bu şəxsiyyət nicat gəmisidir.